Bölgə TV xəbər verir ki, Azərbaycan prokurorluğunun təşkilatçılığı ilə paytaxtda suverenliyin keşiyində Konstitusiyada prokurorluğun statusu mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş Konstitusiya və suverenlik ili çərçivəsində baş tutub. Konfransda yerli və xarici ekspertlər, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Çıxışlarda Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasında prokurorluq orqanlarının rolu, qanun aililiyin təminində qarşıya qoyulan vəzifələr müzakirə olunub. Qeyd edək ki, tədbir həm də 27 sentyabr anım gününün 5-ci ildönümü ilə bağlı xüsusi əhəmiyyət daşıyır. Konfrans iştirakçıları Vətən müharibəsində canlı fəda edən qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və onların fədakarlığının Azərbaycan dövlətçiliyi üçün tarixi önəmindən danışıblar. Dilbər Vüqar qızı, BTV.